bütün şəhidlər hər bir ailənin, hər bir ananın, hər bir bacının, hər bir qardaşın qardaşıdır. Elgünlə biz bir hərbi hissədə Batı-Bölgə olmuşuz, böyük yoldaşlarıyıq. Burada bir də Allah şuna inanır. Elgün çox mərd, cəsur, igid. Həddindən artıq mən deyərəm ki, onun kimi mən vətənpərvər olanlar çox gördüm. Ancaq Elgün kimisini mən görmədim də yəni. Elgün həddindən artıq vətənpərvər. Yəni bu ailədən gələn bir şeydir. O demək deyil ki, o Qarabağlı idi, yox. O ailədən gələn bir hissi. Və Elgün biz şəhid olma eşidəndə şəhid olur. Yəni rəisimlə bərabər bir maşında. Həqiqətən bizə çox təsir. Mən hətta deyirdim ki, inanmırdım ki, o düşmənə, yoldaşlara da dedim ki, inanmıram ki, Elgün düşmənin dırnağının 1/1000% versin. Bu mümkün olan bilməz. Yəni o cürdən, o qədər cəhd bir adam. Hətta onun nəşini təhvil alanda da onu biz gördük. Yəni yaralı, bel kəmərini açıb qıçına bağlamağını onu biz orada gördük. Yəni ki, həqiqətən düşməndən qurtulmaq üçün hər bütün vasitələrə əl atmışdır. Allah bütün şəhidlərimizə rəhmət versin. Elgün qardaşımızda o cümlədən Allah bütün şəhidlərimizin analarına, ailələrinə səbir versin. Bizim üçün həm kədərlidir, həm sevinclidir. Kədərlidir ki, qardaşlarımızı itirmişik. Sevinclidir ki, bu günləri Azərbaycan torpaqları tam fərqli olub, onların ruhu şaddır. Sevincli günümüz bundan. Bir daha deyirəm, Allah eləməsin, bizim bir də ölkəmizə, xalqımıza belə hadisələr başlayır. Qara bulutlar heç vaxt bizim ölkəmizdə, xalqımızın üzərində olmasın. Amin. Bir də Allah rəhmət etsin. Şəhid olanlarımızın əllərini öpürəm, səbirli olun. Siz ən yüksək məqamda Allah'ın dərgahına. Bunlar hamısı seçilmişlərdir. Allah'ımız tərəfindən seçilmişlərdir. Onlar Allah'ın ən yüksək məqamındadır, şəhidlik zirvəsində. Burada kimdən soruşsan ki, şəhid olmaq istəyirsən, hamı deyəcək hə. Səbirli olun, Allah sizə səbir versin. Bir daha deyirəm, xalqımız var olsun. Şəhidlərimizə ruhu şaddır, şükür Allah olsun. Allah rəhmət etsin, sağ olun. Allah kömək olsun.